bu dua inşallah sizin həyatınızda bütün problemlərə son qoyacaq. Amma yetər ki, ümidlə, etiqadla bu duanı oxuyaq. Bismillahirrahmanirrahim. Ya kaşifel kerb en vecihi əxikə Resulillah ikşif kerbi bihakki əxikə Resulallah. Bütün hacətləriniz rəva edəcək və çətinlikləriniz asanlaşacaq. Xüsusilə bu gecə bu duanı oxuyun. Bir də təkrar edirəm, əziz bacı və qardaşlarım. Ya kaşifəl kərb ən vecihi əxikə Resulillah ikşif kerbi bihakki əxikə Resulallah. Və inşallah tərcüməsini də Allahın izni ilə və qeyd edəcəm. Bu gecənin şəfaəti, bu gecənin rəhməti Peyğəmbər xatirinə və onun qardaşı, necə Peyğəmbər deyərdi, Əli mənim qardaşımdır, Əli buyurardı, Peyğəmbər mənim qardaşımdır. Bu gecənin xatirinə Allah Rəsulü və onun qardaşı Əli əleyhissalama xatir bütün qəmimi, kədərimi, narahatçılığımı, sıxıntılarımı aradan götürsün. Ey Allahım, sən həqiqətən mənim qəlbimi bilirsən, mənim içimi bilirsən, mənim ruhumu bilirsən. Nə qədər mənim qəm-kədərim varsa, o qəm-kədəri məndən uzaq et. Sənə and verirəm Muhammed və onun əhl-i beytinin xatirinə. Amin, amin ya Rabbel alemin.